Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Görüşümüz artıq başlayıb. Bir qol da vurulub. Yayımımız texniki səbəblərdən gecikdi, üzrlü sayın. Təmkin. Pərvizin zərbəsi və gol! Pərviz hesabı 2-0 edir. Ülvü Samir İçine bir qədər bərk pas idi. Pərviz Təmkin top aldı. Ülvünü düşünmüşdü, amma bir qədər bərk alınır ötürmə. Out. Pərvizlə için mübarizəsini izlədik. Altdan çıxır. Pərviz ikini oynayırlar. Muradı düşündü, amma dəydi. Murad ötürmək Kamrana, Kritin daxilə gəldi Ülvdən. Pərvizin ayağı dolaşdı, zərbə endirə bilmədi. İlkin uzaqlaşdırırlar topu. Murad yenidən İlkin. Pərviz ötürmə keçmir. Kamranı düşünmüşdü, topu alta çıxır. Təmkin. Günhan. Əla ötürmə gəldi burada Elçin. Elçin zərbəsi Məhəmməd yerindədir. Samir yenidən Elçinə. Ötürmə. Və gol, bəli qoldu bu orada. Qarma qarşılığı düşdü, top gəzə-gəzə qapıya daxil oldu. Hesab 2-1 olur. Pərviz başladı mərkəzdən. İlkin. Muradla oynadı. Rəsul. Samir. Əla keçmişdi orada Pərvizdən, amma 2 nəfərin pressingi var idi. İlkin. Təmkin. Türməsi dəydi. Muradın zərbəsi top qapının yanından keçir. İlqar başlayacaq topu. Ülvü. Türmə Rəsuldan keçmir. İlkin. Tünhan pressingi var orada. Bitirmədi topu. Pərviz. Murad geriyə İlkin. Elçin. Əla daban ötürməsi gəlmişdi, amma keçmədi. Samir özünü çatdırdı ora. Samirin zərbəsi Rəsuldan qaydan. Top təmkinin önünə düşür.
Ülvü. Texnik səbəblərə görə yayınımız dayanmışdı, üzr istəyirik. İlkin. Ağla keçdi orada Pünhanır. Amma cərimə zərbəsi olacaq. Pünhan sərt oynamışdı ilkinə. İlkindən ötürmə Pərvizə, amma bu dəqiq deyil. Təmkin aldı orada topu, 3-1-ə gedirlər, Kamran köməyə gəldi, Pünhan zərbəsi və gol! Pünhan hesabı bərabərləşdirir. İlkin, geriyə Rəsul. Kamran. Murad zədələnir orada. Elçin, Təmkin, yenidən Elçin. Təmkin. Avtogol olur Kamrandan. Kamrandan idi Milyada Rəsuldan. Avtogol olur. 3-2 olur hesab. Murad. Çətinliklə də olsa özünə gələ bilir. Ayağa burxulmuşdu. 13'tü 13. Saat 13. İndi bak. İlkin. Ülvü. Təmkin. Geriyə Təmkin. Ülvü, Samir. Ötürməsi dəqiq olması da Elçin getirmişdi özünü, amma yenidən itirdilər. Kamran. Top öz ayağına dolaşaraq alta çıxır. Murad. İlkin, Kamran. Pərvizlə oynadı. Pərvizin zərbəsi idi və İlkin və gol! Hesab bərabərləşir 3-3. İlkin hesabı açır. Pərvizin asisti ilə ilk qolunu rəsmiləşdirdi İlkin. Elçin əl oynadı orada, zərbəsi amma dəqiq deyil. Rəsul İlkinə doğru ötürməsini etdi. Murad. Uzaqdan zərbə. İlqardan əla seyv. Kamranın ötürməsi keçmədi təmkindən. Pünhan. Elçin. İlkin. Ötürməsi Pərvizə. Bir qədər bəlkə almışdı ötürmə. Sizin arasında qaldım, pas yoxsa çıxartmaq. İlkin gileylənir özünə. Ötürmə Rəsulda oynayır, topu alta çıxardır. Riskə getmir. Elçin. Ülvü.
Pünhan ayaqla ötürmə. Pünhan zərbəsi amma top ayağına dolaşır. Murad, Pərviz. İlkin sağdan asıldı. İlkin topladı. İlkin. Top meydanı tərk edir. İstədiyi kimi ram edə bilmədi top orada. İlqardan Joyla ötürmə alanır Pünhana. Pünhan. Təhlükəli oyun var idi məncə orada qapısıya qarşı. Murad. Elçin boş ayağına oturur topu Ülviyə. Ülviyə saxladı. Keçir Rəsul zərbə. Top qapının yanından keçir. Sağına koyun. Kamran geriyə qapısı ilə oynayır. Məhəmməd riskə yetmir. Topu uzaqlaşdırır. Rəsul. Ülvidir bu üzr istəyirəm. Uzaqdan zərbəsi dəqiq alınmır. İlkin. Ülvi əla düşünmüşdü amma istədiyini yerinə yetirə bilmədi. Pərviz. Kamran sağcınaqdan əla açılıb. Murad boşdur. Samir qoymur. Gözdən zərbə olacaq. Göl ötürməyə əla düşünmüşdü Murad amma top gəlib Murada çatmır. Elçin. Göl ötürmə yenə Rəsuldan keçmir. İlqar topladı. Ülvü, Pünhan. Uzaqdan yoxlaya bilər. Zərbə. Qayıdan top Məhəmməddən Rəsulun önündədir. Uzaqlaşdırır Rəsul riskə yetmir. Samir başlayır altdan. Ülvü. Ülvünün zərbəsi Məhəmməd əla oynayır. Təkrar zərbə. Yenə Məhəmməd və top qapıya daxil olunmur. Bəli, qoldur bu. 4-3 önə keçdilər. Pünhan hesabı açır. Topu mərkəzdən başlayacaq. Geriyə Murad. Əla keçdi orada Elçinin Murad. Ötürməsi ilkinə amma Samir imkan vermir. Sağa bak, sağa bak. Rəsuldan göl ötürməyə dəyir. İlqar Ülvi üçün bıraxdı. Samir. Keçmədə ötürməsi. Kamran. Yaxşı alınmadı bu zərbəsi. Ülvi dərhal başladı. Keçmir yenə Rəsuldan. Pərviz. İlkin əla alır orada topu Pərvizdən. Topu uzaqlaşdırır. İlkin altdan başladı. Murad'a doğru ötürməsi dəydi. Elçin əşçima çıxdılar. İkinin biri yedirlər amma Rəsul oradadır. Yenidən aldı topu Elçin. Uzaqdan zərbəsi. Məhəmməd yeni. Təkrar zərbə Pünhandan. Top qapının üstündən keçir. Güncəl zərbə olacaq. Göl ötürmə. Dəqiq deyil. Kimi fikirləşmişdi orada Pünhan? Stop gəlib çıxmadı. İndi Ülvidədir. Kəsə bilmədi orada Muradı. Əla ötürmə ilkindən Pərvizə. Pərvizin zərbəsi. Təmkin əla oynayır. İlqar. Ülvi ilə oynadı. Elçin. Ötürməsi keçmədi amma təkrar ötürmə. Bir qədər bəlkə almışdı. Rəsul. Ötürmə ilkin. İlkin ötürməsini etdi. Təmkin vaxtında tərk etdi qapısını. Elçin.
ötürmə Pünhan. İlqarla oynaya bilər. Yenidən Elçinlə oynadı. Pünhan. Elçin amma Elçin düşünmüşdü amma Pərviz ayaq qoyur. Əhməd dərhal başladı. Pərviz. İlkin üçün buraxdı. İlkin. Zərbə indirir amma Samirdən blok gəlir. Üçüncüdən zərbə olacaq. Gel ötürmə. Blok gəldi orada İlqardan. Altdan Pünhan başlayır. Dərhal başladı Elçin. Ümid. Rəsul buradadır. Rəsul İlqarın əlinə dəymişdi sanki orada. Pərzin ötürməsi dəydi. Dərhal başladı təmkin. Bülbül. Elçini bir qədər bəlkə almışdı. İlkin aldı topu. Ötürmə Pərviz. Pərviz uzaqdan zərbə olacaqmı? Samirə dəyən top ikinciden zərbə olacaq. İlkin birbaşlı zərbə indirmək lazımdır. İlkin zərbəsi. Bir qədər zərf almışdı. Üçüncüdən zərbə olacaq. Murad başlayır. İlkin geriyə Muradla oynadı. Pərzi ötürmə dəqiq alınmır. İlqarda dindi. Al ötürmə Pünhana. Ürgü ilə oynaya bilər. Ürgü. Uzaqdan zərbə Rəsuldan blok gəlir. Bu isə dəqiq deyil. Samranın ötürməsi dəqiq almalı. İlkin birbaşlı zərbə yenə Rəsuldan blok gəlir. İlkin çata bilmir topa. Samir dərhal başladı İlkin. Yenə Rəsuldan blok var idi orada. Samran. Ötürmə Murad. Zərbə! Top qapının yanından keçir. İlqar. Samir. Qapıdan zərbə olacaq. Təmkinin ötürməsi keçmədi. Muraddadır top. İlkin zərbə top qapının yanından keçir. Təmkinlə yerdə ötürmə Ülviyə. Ülvi, İlqara, yenə Ülvi. Yenə Rəsuldan keçmir. Top uğrunda mübarizə gedir orada. Kamran. Pərvizin zərbəsi top qapının yanından keçir. Dərhal başladı təmkin, Ülvi. Aldılar topu. Aldı orada topu Samir. Pünhan birbaşlı zərbə. Doğru dildə desək aya vurur topu. Kamran, Allah keçdi orada Pünhanı. Pərvizə doğru ötürmə dəqiq alınır. Pərvizin zərbəsi və gol! 4-4 olur hesab. Maçın 20-ci dəqiqəsində. Əla ötürmə gəldi orada Kamrandan. Pərviz qola çevirdi. Təmkin, Elçin. Yeniden təmkin, zərbəsi Məhəmməd yerində. Təkrar zərbə Samirdən qapıtini. Avtaqol olacaq az qal Kamrandan, o Məhəmməddədir. Muradın düz ayağına top gəldi. Murad, Pərvizə doğru ötürmə. Pərviz təkrar zərbə. Top qapının yanından keçir.
Elçin. Geriye Elvin oynuyor. Kapısını terk edip. İlqar oturma dəqiq alınır. Elçin. Elçin zərbəsi. Qapı Məhəmməddən alası. Elçin təkrar zərbə gəldi. Rəsul yenə blok qoyur orada. Göl ötürmə İlqara saxladı. Zərbə lazımdır. İmkan vermirlər. Pərviz. Elçin indi topun arkasında. Birbaşa zərbə indirə bilər. Elçin zərbə. Qapıcı Məhəmməd yerində təkrar zərbə təmkindən. Pünhan idi bu. Top qapının yanından keçir. Pərviz. Oturma Kamrana. Yenidən Pərvizi düşündü. Dəqiq alınır. Təmkindədir top. Təmkin ağa keçmişdi amma aldılar topu. Out. İlkin. Pünhan ayağını soxdu orada topa. Yenidən ilkindədir. Atılmamı götürün. Ürvdən göl ötürmə dəqiq deyil. Alta çıxır top. Rəsulə qarşı Pünhan sərt oynamışdı. Zədənir Rəsul. Buradan uzaqdan zərbə. Ürvü yerindədir. Üçüncüdən zərbə Murad başlayır. İlkin. Yenidən Murad. Yeni üçüncü zərbəsi Pərviz top istəyir. Pərviz ötürmə. Ay. Birbaşa zərbə indirsəydi təhlükəli ola bilərdi. Dərhal başladı Elçin, Pünhan. Yenidən Elçinlə oynaya bilər. Pünhan uzaqdan zərbəsi top qapının yanından keçir. Başla. İlkin. Tamam. Ötürmə Pərvizə. Topu saxlaya bilmir meydanda. Qapıdan zərbə olacaq. Ürvü dərhal başlayır Elçin istiqamətinə. Elçin saxlamadan Pünhan düşündü amma zəif alındı. Sık atacaq. Pərviz ağa soxdur zərbə indirdi. Top qapının üstündən keçir. Qol olsaydı bəlkə həftənin qolunu izləyəcəkdi. Elçin uzaqdan zərbə. Məhəmməddən alası. Pünhan. İkinciden zərbə olacaq. Göl ötürmə. Rəsul topu uzaqlaşdırır. Təmkin. İlqar. Yenidən təmkin. Zərbə. Yenə Məhəmməddən alası. Bir daha ikinci zərbəsi izləyəcəyik. Göl ötürmə. Elçin başlı zərbə top qapının üstündən keçir. Oyun Pərvizdən alası kritik müdaxilə gəldi. Təmkin birbaşa zərbəsi top qapının üstündən keçir. Məhəmməd Kamal yoldaşlarını axtarırdı. Kamran oynadı. Rəsul. Məhəmməd topu uzaqlaşdırır.
Təmkin. Elçin. Zərbə və gol! 5-4 olur hesab. Komandasının hesabda ileri çıxardır Elçin. Əla hücum, əla gol. Pərviz mərkəzdən başladı yine. İlkin. Kamranla oynadı. Pinhan. Keçmir Muraddan. Sıxmır top. Murad, İlkin. Kamran. Yeniden İlkin'i düşürmüşdü ama Təmkin topu uzaqlaşdırır. Pərvizi düşündü. Keçmir pas, İlqar. Pərviz sürət hesabını topa çata bildi. İlqar topu yeni alır. İlqar. Pərviz yeni aldı İlqardan. Sürətini yığdı. Qafiyə zərbəsi və gol! 5-5 olur hesab. Sprint sürəti ilə Pərviz yenidən irəlilədi. Qafiyə zərbəsini indirdi və gol. Oldu mu? Təmkin. Əla türmə gəldi Elçindən Ülviyə. Ülvi uzaqdan zərbə. Top qapının yanından keçir. Məhəmməd dərhal Muradla oynadı. Pərvizə doğru ötürmə. Pərviz, Murad. Keçsi, Kamran, Muradın zərbəsi və gol! 6-5 olur hesab. Başladılar Elçin. Təmkin. Təmkin, Elqarla oynaya bilər, belə də etdi. İlkin top alır. İlkindən Murada əla ötürmə. Kamran. İlkinə ötürmə keçmir, təkrar ötürmə İlkinə. Kamran gəldi, çaxdı top orada öz ötürməsini, səhvini düzəltdi. Murad ötdama ötürməsi tərzi düşünmüşdü amma Ülvi topu uzaqlaşdırır. Qarma qarşılığı düşmüşdü orada, az qalsın top qapıya daxil olacaqdı. Muradın birbaşa zərbəsi Samirdən qaydan topu alta çıxır. Murad. Əla keçdi orada. Yenidən Muradın önünə düşür top. Murad uzaqdan zərbə. Təmkindədir top. Ötürməsi dərhal Elçinə, amma Rəsul buradadır. Elçin dərhal başladı. Təmkin, İlqar. Göl ötürməliyini düşmüşdü. Kamrandan tərsin daxil gəldi. Avuta çıxır. Dərhal başladılar. Yenə Rəsul topu uzaqlaşdırır. Müdafiədə heyrətamiz oynayır bugün Rəsul. Top keçmiyor deyərdim ondan. Samir göl ötürmə Elçinə. Yenə Rəsul oradadır, amma Elçin üçün saxladı. Elçin zərbəsi top qapının yanından keçir. Pərviz. İlkin yenidən Pərviz oynaya bilər. Muradla oynadı. Ara ötürməsi Pərvizə keçmədi. İlkin topu aldı orada. İlkin Pərvizə ötürmə. Pinhan imkan vermir buna. Gol olsun. Samir. Elçin üçün bıraxdı. Yenidən Samir düşmüşdü amma Kamrandan keçmir. Elçindən geriyə Təmkin. Durdu. Keçməli ötürməsi topu alta çıxır. Təmkin başlayacaq. Pinhan. Göl ötürmə Elçin. Sinəsi ilə Ülviyə ötürdü. Ülvi ötürmə Elçin. Zərbəsi Məhəmməddən əla sev gəlir orada. İlkin. Zərbə! Pinhandan qaydan top yenidən İlkinin önünə düşür. Əla keçdi orada Samir İlkin.
Top saxladı. Mübarizə gedir orada top uğrunda. Yine ilkindədir top. Ötürməsi keçmir Samirdən. Ülvüdədir. Ülvü. Baxdı bir qədər ötürməsini təmsil etdi. Təmsil zərbəsi və gol! 6-6 olur hesab. Təmkinin zərbəsi və gol. Mərkəzdən başlayacaqlar. Murad, geriyə Rəsul. Murad. Məhəmməd. Münaqişə yaranır indi futbolçular arasında. Kamrana qarşı sərt oyun var idi. Murad, ikili mübarizə var. Ötürməsi keçmədi. İlqardan Ülviyə dəqiq ötürməkdi, amma bəlkə almışdı. Rəsul. Göl ötürmə keçmir. Üçüncüdən zərbə olacaq. Pərviz dərhal başladı Murad. İlqar topu aldı orada. Samir. Rəsul topu uzaqlaşdırır. İlkin. Kamrandan geriyə Rəsul. Elçin. Ülvi ilə oynadı. Ülvidən İlqara doğru ötürmək. İlqarın zərbəsi. Top qapının yanından keçir. Cüzi dəqiqlik çatışmadı İlqardan. İkinciden zərbə olacaq. Ülvü göl ötürmə keçmədi. Muradın önündədir. Bütün şey yedirlər. Pərviz. Pərviz birbaşlı zərbə. Tünhanalı oynayır orada. Out. Murad başlayır. İlkin. Geriyə yenə Murad. Murad keçsi bir rəqimli. Zərbə indirdi. Təmkindən blok gəldi. Samir Elçin oynayır. Ülvü. Ülvün düşünmüşdü daha doğrusu keçmədi. İlkin Pərviz. Top elə dəymişdi. Murad. Kamran üçün bıraxdı. Kamranın ara oturması Pərvizdə düşünmüşdü, amma dəqiq alınmadı. Təmkin altdan başladılar. Əla keçdi orada Kamranı. Ötürmə Elçinə bir qədər möhkəm almışdı. Məhəmməd dərhal Pərvizlə oynadı. Murad. Yenidən Pərviz. Təmkin çatır orada. Kritik müdaxilə topu auto vurur. Ülvü. Ala keçdi orada Pərvizi. Elçin zərbəsi. Məhəmməd Alı oynayır. Ötürmə Ülviyə. Dəqiq alınmır. Yenidən ikinci zərbəsi olacaq. Elçin, Ülvü, yenidən Elçin. İkinciden zərbə olacaq. Göl ötürmə.
Keçmədi ilkindən. Murad. Pərviz. Ara ötürməsi. İlkinin zərbəsi. Top qapının yanından keçir. Günhan dərhal başladı. Elçindən ötürmə Ülviyə. Ülvi təkrar Elçin. Top qapının üstündən keçir. Nəyə qaçıqdı burada Elçin? Məhəmməd dərhal başladı. Pərviz. Murad. Yenidən Pərviz. Ağla keçdi orada Samir irəlilədi. Zərbə. Pünhan topu uzaqlaşdırır ayaqları ilə. Dərhal başladı amma dəqiq deyil Pərvizin ötürməsi. Elçindən Ülviyə. Ülvü. Ülvü. Baxdı. Kamran topu alır. Uzaqlaşdırdılar topu. İlkin. Göl ötürmə Pərvizə düşmüşdü amma təmkindən keçmir. Yenidən İlkin top alır orada. İlkinin zərbəsi. Pünhandan qaydan top təkrar zərbə lazımdır amma Pərvizə doğru ötürmə etdi. Pərviz. İlkin. Qapıdan zərbə olacaq. Dərhal başladı Pünhan. Təmkin amma Rəsul topu uzaqlaşdırır. Ağla oturma gəldi Məhəmməddən Pərvizə. Pərvizin zərbəsi. Yenə Pünhan ağla oynuyor. Elçin. Ağla oturma gəldi Ülviyə. Ülvü. Birbaşlı zərbə. Və gol. 7-6 olur hesab. Ülvü komandasını bir önə çıxardır. Və hesabı da özü artırır orada gördüğünüz kimi. Mərkəzdən Pərviz başlayacaq. Orada Rəsul zədələnib kənarda gözləyir. İlkin. Yayımız davam edir. Pərviz. Rəsul meydanlara qayıdıb oynaya biləcək. Ülvü. İlqar. Ötürməsi keçmədi amma Pərvizdə top. Pərvizin zərbəsi. Samirdən əla sev gəlir. İlkin dərhal başladı. Pünhan dərhal başladı amma keçmədi. Rəsul topu uzaqlaşdırır. Pərviz. Baxdı qapıya. Oyuncuları axtarır, ötürməsi keçmədi. Yubatdı bir qədər. Zərbə və gol! 7-7 olur hesab. Murad hesabı bərabərləşdirir. Pünhan mərkəzdən başlayır. Ülvüdən geriyə İlqar. Yenidən Ülvü. İlqar. Pünhan. Ülvü. Ötürməsi dəqiq alınmır. Təkrar topu qazana bilərdi amma Pərvizin zərbəsi. Samirdən yenə sev gəlir. Düz qapısının üzərinə vurmuşdu Pərviz. İkinciden zərbə olacaq. İlkin başladı. Pərvizə doğru ötürmə. Pərvizin zərbəsi. Zəif alınmışdı. Top qapının yanından keçir. Dərhal başladılar Ülvü. Pünhan. Elçin soldan asıldı. Yenidən Ülvü ilə oynayır. Ülvüdən Elçinə doğru ötürmə. Daxilə vaydı orada Rəsuldan. Pünhan göl ötürmə. Yenə Rəsul topu çıxardır. Pünhandan geriyə İlqar. Ötürməsi keçmir amma yenidən qazanır topu. İlqar başladı. İlkin. İlqarın pressingi var orada. Geriyə Rəsulla oynuyor. Məhəmməd topu uzaqlaşdırır, riskə getmir.
Ülvü. Elçin oynadı, Elçin. Geriyə təmkinlə oynaya bilər. Təmkin. Təmkin yıxıla da olsa müdaxiləsi var idi orada topa, amma topu alta çıxardırlar. Dərhal başladılar Pərviz. Baxdı. Ötürməsi keçmir. Yuvadır bugün Pərviz. Artıq ikinci epizoddur ki Pərviz yuvadır. Rəsuldan geriyə. Qapıcı Məhəmməd. Pərvizlə oynadı. Murad. Ötürməsi İlkinə. İlkin Pərvizə düşünmüşdü amma Elçin oradadır. İlqar. Elçin soldan açıldı. Əla ötürmə Elçinə gəldi. Elçin uzaqlı zərbə və gol! 8-7 olur hesab. Əla əşcuma çıxdılar. Qolla nəticələndirə bildilər. 8-7 maçın 42-ci dəqiqəsində mərkəzdən başlayacaqlar yenə. Kim başlayır? Kamran başlayır. Kamran başladı, İlkinlə oynadı. Təmkin. Pünhan. Ən geriyə Samir'dir burada. İlqar. Ötürməsi Ülviyə dəqiq alınır. Təmkini düşünmüşdü amma möhkəm idi bu top təmkin üçün. Kamran. Rəsul. Göl ötürmə dəqiq deyil. İlqardan göl ötürmə digər qapıya qədər gəlib çıxır. Məhəmmədin nəzarəti altında top alta çıxır. Pərviz. Əla keçdi burada İlqarı. İrəliyirlər, çünki gedirlər. Murad. Buraxışı ram edə bilmədi. Meydanı tərk edir. Samir dərhal başladı, amma Rəsul buradadır. Murad. Kamran üçün oynadı, amma itirdilər topu. Ülvü əla düşünmüşdü, amma orada heç kəs yox idi. İlkin. Ötürmə, Pərviz. Muradın uzaqdan zərbəsi, təmkindən blok gəldi. Ülviyə qarşı sərt oyun var idi orada sanki, amma oyun davam edir. İlqar, Pünhan. Əla oturma Ülviyə gəldi. Ülvü uzaqda birbaşlı zərbə. Top qapının yanından keçir. Xoşlayır oradan zərbələri. Ülvü əksəriyyəti ya qolla yekunlaşır. Pünhan top aldı. Ötürməsini etdi Ülviyə. Ülvü. Elçin. Baxdı, zərbə indirdi. Rəsuldan blok gəlir. Pərviz. 2 nəfər var qarşısında. Heç kəs yoxdur, köməyə heç kim gəlmir. Murad, birbaşlı zərbə. Top qapının çox yanından keçdi. Ülvü. Ülvü, uzaq zərbə. Top qapının yanından keçir. İlkin. Murad. İlkin. Ötürməsi keçmir. Pünhan. Ülvü ilə oynadı. Ülvüdən tək toxunuşlu Pünhana doğru. Pünhan zərbəsi top qapının üstündən keçir. İstədiyi oyunu göstərə bilmir bugün Pünhan. Rəsul. Əla ötürmə gəldi Murada. Murad Pərvizlə oynaya bilər. Kamran gəldi köməyə. Kamran baxdı qapıya. Ötürməsini etdi Pərvizə. Pərvizin zərbəsi. Samirdən blok gəldi. Dərhal başladı. Pərviz dərhal başlayacaq, amma gözlədilər bir qədər. Ötürməsi Kamranın dəqiq alınır. Ülvüdən ötürmə Pərvizin əlinə dəymişdi.
Kamrandan göl ötürmə İlqardan keçmir. İlqar ötürmə Ülvü. Kamrandan kritik müdaxilə gəldi. Alta çıxır top. Pünhan tərəfə başladı. İlqarın zərbəsi. Top ayağına yaxşı oturmadı. Məhəmməd İlkin oynadı. İlkin. Aldılar topu. Pünhan ötürmə Ülvü üçün. Ülvü zərbə endirə bilərəm. Pünhana bıraxdı. Pünhan və gol. Ülvünün asistini qeyd etmək istərdim orada. Özü zərbə endirmədi. Pünhana doğru ötürməsini etdi. Boş qapıya topu asanlıqla daxil edir Pünhan. 9-7 olur hesab. Pərviz. Alta çıxır top. Muraddan geriyə Məhəmməd. Pünhanla göl ötürmə Ülviyə dəqiq alınır. Ülvi saxladı, baxdı, zərbə endirdi. Blok gəldi orada Rəsuldan. Kamrandan Pərvizə. Təmkin orada əl olunur. Samir topu uzaqlaşdırır, riskə etmir. Pərviz geriyə Kamranı düşünə bilər. Murad aldı topu orada Elçin. 2-2'ye gelirler. Uzaktan zərbə və gol! Elçin aşırtma zərbəsiyle topu qabağa göndərir. Məhəmmədin ileride olduğunu görüb topu qapıya zərbə indirərək aşırtma zərbəsi idi bu. 17 olur hesab. Pərviz. Ayağına qarşı müdaxilə var idi Pərvizin. Cərmə zərbəsi olacaq. İlkin zərbəsi dəqiq alınmır. İlkin topu alır. Ötürməsi dəqiq deyil. Elçin, əksisma sıxdılar, 4-2-yə gedirlər. Pünhan üçün bıraxdı. Pünhan zərbəsi və gol! 11-7 olur hesab. Pünhan yenə fərqlənir. Pərviz. Murad ilkində oynadı. Pərvizi düşünmüşdü amma sürətli Pərviz bu topa çata bilmir. Pünhan saxladı. İlkin aldı ondan topu məncə sərt oynamışdı. İlkin amma hər halda oyundu. İlkin ötürməsi təmkindən keçmədi. Pünhan üçün bıraxdı. Kamran aldı orada topu. Kamranın Pərviz istiqamətinə. Pərvizin zərbəsi top qapının yanından keçir. Keçə bilməyəndə ayağa vurma Pünhan. Keçə bilmirsən ayağa vursan Allah'a. Eybi yox nədir? Ülvü. Təmkinlə oynadı. Kamran yenə oradadır. Bir-birlərini başa düşmədilər amma itirmədilər topu. İlkini düşünmüşdü. Murad ayağını soxdu orada topa. Rəsuldan ilkinə Pünhanın zadan zərbəsi. Top qapının üstündən keçir. Rəsul ilkini düşünmüşdü orada amma Pünhan topu aldı və zərbə indirdi. Dəqiq alınmadı. Pərviz. Qapıya zərbə. Samirdən ağır seyv gəlir. Kamran ötürməsi yenə təmkin oradadır. Pünhandan Ülviyə top çıxmayıb. Ülvü baxdı. Qapıya doğru zərbəsi. Ötürməydi daha doğrusu. Pünhana doğru ötürmə etmişdi amma Pünhan orada değildi. Pünhan. Təmkin. Uzaqdan zərbəsi. Məhəmməd yerindədir. Ülvü. Ötürməsi Kamran. Topa ayaq qoyur. İlkindən Kamrana. Pərviz üçün bıraxmışdı orada.
Resul orada kritik müdaxilə edir. Avuta çıxardır. Tamam. Elçin və gol! 12-7 olur hesab. Gözlənilmədən çıxdı. Zərbəsini endirdi Elçin. Pərviz. Kamran. 2 nəfərin pressingi var orada. Ülvü. Göl ötürmək için istiqamətini dəqiqdir. Elçin. Topu qapının başı üstünə aşırır və gol olur. Bəli, gol! Elçin. Bugün Elçinin günüdür. 12-7 olur hesab. 13-7 üzr istəyirəm əziz tamaşaçılar. 13-7 olur hesab. Mərkəzdən dərhal başladılar Pərviz. Yenə təmkin keçə bilmir orada. Təmkin. Pünhan uzaqdan yoxlaya bilər. Baxdı. Təmkin. Pünhan. Zərbə və Elçindən gol. 14-7 olur hesab. Ard-arda qollar izləyirik. Dayanmır qırmızılar. Pərviz mərkəzdən başladı. Bitirdiler topu. Ülvü. Top saxlaya bilir. Murad top alır. Avuta çıxır ama top. Dərhal başladılar Ülvü. Ötürməsini etdi. Keçmədi. Out. Kamran altdan başlayır. İlkinə doğru ötürməyə keçmir. Ülvü uzaqdan birbaşlı zərbəsi. Top qapının yanından keçir. Pərviz. 2 nəfərin pressingi var. Keçə bilmir orada. Məhəmməddədir top. Göl ötürmə Murad istiqamətinə təmkin yerindədir. Elçin saxladı ama Pərviz üçün. Tekrar topu auto vurur. Murad. Kamran'la oynadı. Kamran.